Şəhid Mürtəza Mütəhhəri deyirdi ki, insan çox vaxt haqqı rədd etmir, sadəcə onun gətirdiyi məsuliyyətdən qaçır. Çünki həqiqət qəbul olunanda həyat dəyişməlidir. Ona görə də insan qəlb təmiz olsun kifayətdir deyir, amma qəlbin nə ilə təmizləndiyini soruşmur. Əllamə Təbətəbai Əl-Mizan təfsirində qeyd edirdi ki, Qur'anın iman dediyi şey əmələ çevrilmiş şuurdur. Yəni qəlb təmizliyi sadəcə iddiadan ibarət deyil, nəticədir və bu nəticə insanın seçdiyi yolun çətinliyində görünür. Əgər yol heç nə tələb etmirsə, çox vaxt o yol insanın öz istəklərinin formalaşdırdığı yoldur. İnsanlara qəribə gələn də budur ki, biri rahatlıqdan bir addım geri çəkilir, amma daxilində bir addım irəli gedir. Ona görə də insanlar daxili yox, zahiri gördükləri üçün istehza edirlər. İnsanın ən böyük qəribəliyi haqq yolda tək qalmasıdır. Bəzən bütün bu səbir, bütün bu səssiz mübarizə içində bir an gəlir ki, insan içdən içə deyir: Allahım, sən hardasan? Məni niyə tək qoymusan? Ayətullah Behçət ağa deyirdi ki, insan Allahı itirdiyini zənn etdiyi an əslində özünün Allahsız nə qədər aciz olduğunu görür. Qur'an da bu halı təsvir edir. İnsan daraldıqda və bütün səbəblər kəsildikdə üzünü yalnız Allaha tutur. Bu isə təsadüfi deyil, çünki fitrət deyilən bir həqiqət var. İnsanın daxilində yerləşdirilmiş Allaha yönəlmə meyli. Səbəblər işləyəndə insan bunu unudur. Səbəblər qırılanda isə insan özünə qayıdır. Əllamə Qazi Məktəbinin yanaşmasına görə insan Allahı tapmaq üçün uzağa getmir. Özündən uzaqlaşdığı qədər itirir, özünə qayıtdıqda isə tapır. Bu o deməkdir ki, insanın niyə Allaha ehtiyac var sualı əslində yanlış qurulur. Çünki insanın Allaha ehtiyacı sonradan yaranmır. Bu onun varlığının özündədir. Sadəcə insan bəzən bunu hiss etmir. Ayətullah Həsənzadə Amili qeyd edirdi ki, insan müstəqil varlıq deyil. O daim bir mənbədən varlıq alır. Ona görə də insanın daxilində daim bir tamamlanma ehtiyacı var. İnsanlar bəzən sənin seçdiyin yükü daşımaq istəmədikləri üçün bu qədər dərinliyə getmə, həyatdır, həyatını yaşa deyirlər. Lakin onlar anlamır ki, sən artıq başqa bir həyatın içindəsən. İrfanda qeyd olunur ki, varlığın özü sənə Allahı göstərir, amma ad qoymaq sənə qalır. Əllamə Təbətəbai deyirdi ki, insan Allaha inanmasa belə yaşaya bilər, amma niyə yaşadığını əsaslandıra bilməz. İrfan demir ki, dinsiz olan əxlaqsızdır, dindar isə mütləq üstün. Fərq bundan ibarətdir ki, dindar əməlinə sonsuz məna verir, dinsiz isə əməlinə öz daxilində məna qurur. Əllamə Qazi qeyd edirdi ki, insan o qədər danışır ki, Allahın cavabını eşitmir. İrfan alimlərinin münacatlarında ağlamaları və qəribə hal keçirmələri qorxudan deyildi, dərk etdiklərinə görə idi. İnsan bir anlıq başa düşəndə ki, nə qədər acizdir, möhtacdır və uzaq düşüb, bu isə göz yaşı gətirir. Əllamə Qazi haqqında nəql olunur ki, zahirdə çox sakit görünərdi. Amma tələbələri deyirdi ki, onun yanında oturanda insan sanki içində bir şey silkələnirdi. Ayətullah Behçət ağa tez-tez deyərdi ki, bildiyinlə əməl et, bilmədiyin sənə açılar. Bu o demək deyil ki, hər şey bilmədən dayanmaq lazımdır. Əksinə bildiyini yaşamadan yeni bilik sənə yük olur. Məsələn, sən doğruluğun yaxşı olduğunu bilirsən, amma gündəlik həyatında yalan danışırsansa, bu halda yeni həqiqət axtarmağın qaçışa çevrilir. İrfanda qeyd olunur ki, elm iki cürdür: məlumat və çevrilmə. Əgər məlumat çevrilməyə çevrilmirsə, insan sadəcə bilən olur, dəyişən yox. Şəhid Mürtəza Mütəhhəri deyirdi ki, insan tam hər şeyi sübut edib sonra iman gətirmir. İman edib sonra daha dərindən anlayır. Əllamə Qazi deyirdi ki, insan çox vaxt həqiqəti tapa bilmir, çünki onu öz ölçüsünə salmaq istəyir. Ayətullah Həsənzadə Amili yazırdı ki, insan özünü tanıdığını zənn edir, lakin gördüyü sadəcə özü haqqında düşündüyüdür və bu səbəb olur ki, insan bəzən həqiqətlə qarşılaşanda ona uyğun olmadığını bildirir.